periodunun sabit qiymətində çeviri üzrə hərəkət edən cismin impulsunu 4 dəfə artırırıqsa, radius necə dəyişəcək? Yəni, birinci impulsun düsturunu yazaq. P nəyə bərabərdir? M, V-yə. Gəlin, V-nin periodla olan düsturunu yazaq. M vurulsun, V-ni açaq. 2 pi R bölünsün T-yə. İndi baxaq, deyir ki, dövrətmin periodu sabitdir. Sabitdir, dəyişimli işimiz yoxdur və kütlənin də bizə sabit verib, kütlə ilə də işimiz yoxdur. 2 pi onsuz da sabitdir. Onda P ilə radius necə asılı olacaq? Düz mütənasib asılı olacaq. P ilə R düz mütənasib asılıdır. İndi baxın, deyir ki, impulsu 4 dəfə artırırıq. Impulsu 4 dəfə artırırıqsa, radiusuna düz asılı olduğunu, radius da 4 dəfə artmış olacaq. Hündürlükdən sərbəst düşən cisim 3 saniyə ərzində yer səthinə çatır. Baxın, sərbəst düşür. Sərbəst düşürsə, başlanğıc sürəti 0-dır. Yəni, V0 0-dır. 3 saniyədən sonra yerə düşür. Yəni, bu da düşmə müddətidir. İndi gör nə deyir. Cismin kütləsi 4 kiloqram olarsa, yerə dəyən andakı impulsu. Baxın, 3 saniyə sonra yerə çatır, başlanğıc sürəti yoxdur. Onda biz son sürəti tapa bilərik də. V bərabərdir V0 üstə gələk JT-dən. V0 0-dırsa, V nəyə bərabərdir? JT-yə. Verilənləri yerinə qoysaq, J 10-dur, düşmə müddəti də 3-dür. Olacaq 30 metr bölünsün saniyə. Deməli, yerə dəyən anda onun sürəti 30 metr bölü saniyə olacaq. Kütləni də verib, onda impulsu tapaq. B nəyə bərabərdir? M, V-yə. Kütlə 4-dür, sürət 30-dur. Neçə tapırıq? 120 kiloqram metr bölünsün saniyə. Müəyyən hündürlükdən aşağı istiqamətdə atılmış verilmiş kütləli cismin başlanğıc impulsunu 2 dəfə artıranda onun uçuş müddəti necə dəyişər? Bu sualda səhvlik olmalıdır, səhv eləmirəmsə. Baxın, cisim müəyyən hündürlükdən aşağı doğru atılıbsa, onun hündürlüyü h bərabərdir V0T, yeniləşən hərəkət icra edir də, JT kvadrat bölü 2-dir. Ya belə yazaq. Hər tərəfi 2-yə vuraq, olacaq. Belə yazaq da, JT kvadratı, üstə gələk 2V0T, çıxılsın 2H, bərabərdir 0-a, düzdürmü? Sonra nə edək? Onda hər tərəfdə J-yə bölək. T kvadrat üstə gələk 2V0T bölünsün J, çıxılsın 2H bölünsün J-yə. Bərabərdir 0-a. Düzdürmü? Diskriminantı tapsaq. Deməli, B kvadrat çıx 4 ASD. Bax, B kvadrat budur. Olacaq 4V0 kvadratı bölünsün J kvadratı. Vurulsun T. Yox, T-si yoxdur. Üzr istəyirəm. Çıxılsın 4 vurulsun mənfi 2H bölünsün J-yə. Bu da bərabərdir. 4. Deməli, V0-ın kvadratı bölü J kvadratı üstə gələk 8H bölünsün J-yə. Buradan gəlin T-ni tapaq. T-ni tapanda nə edirik? Deməli, olacaq 2V0 bölünsün J. Deməli, üstə gələk 4V0 kvadratı bölünsün J kvadratı. Üstə gələk 8H bölünsün J. Deməli, bu şəkildə bir şey alırıq. Burada da qarışıq bir şey alınır. Yəni, bu sualda səhvlik var. Yəni, biz heç bir əlaqə qura bilmirik ki, onu impulsla da əlaqələndirək. Ona görə də bu sualda yanlışlıq var. Kütləsi 3 kiloqram olan cisim çeviri üzrə 2 metr bölü saniyə bərabər sürətlə hərəkət edir. Delta T bərabərdir 2də 5T müddətində cismin impulsunun dəyişməsi. Baxın, bunu belə yaza bilərik. 2 tam 2də 1 T şəklində. Bu 2 tam bizi maraqlandırmayacaq. Çünki sürət dəyişməsi, impuls dəyişməsi tam dövrlərdə 0-a bərabərdir. Biz ancaq bax, bu 2də 1 hissəsinə maraqlanacağıq. Tutalım ki, bu çevrədir. Cisim, baxın, bu nöqtədən hərəkətə başlayır. Periodun tam yarısında gələcək burada, düzdürmü? Onda sürət dəyişməsini biz necə yazırdıq? V2 çıxılsın V1. Tutalım, X oxun bu istiqamətdə qəbul etsək. Deməli, V2 budur da. X oxun əksi istiqamətdə olacaq mənfi V. Çıxılsın V. Elə bil ki, V1-dəki X ox istiqamətdədir də. Olacaq mənfi 2V. Bizdən də modulu soruşduğuna görə biz 2V qəbul edəcəyik, düzdürmü? İndi nə deyir bizə? İmpulsun dəyişməsini soruşur. İmpulsun dəyişməsi də onda nəyə bərabərdir? 2mV-yə. İndi qoyaq yerinə 2 vurulsun. Kütlə 3, sürət də 2. Nəyi verəcək mənə? Deməli, 12 kiloqram metr bölünsün saniyəni verəcək. 10 kiloqram kütləli cisim yer səthindən 50 metr hündürlükdən sərbəst düşür. Yer səthindən 30 metr hündürlükdə onun qüvvə impulsunu tapın. Qüvvə impulsu nəyə bərabərdir? Cismin impulsunun dəyişməsi qüvvə impulsuna bərabərdir FT-yə.
İndi baxın, cisim necə düşür? Sərbəst düşür. Yəni V0 sıfırdır. Yəni başlanğıc sürətsiz düşür. İndi baxaq, əgər sərbəst düşürsə, ona ancaq ağırlıq qüvvəsi təsir edir. Onda bu F-in yerinə biz mg yaza bilərik. T-nin yerinə isə sərbəst düşən cismin düşmə müddət düsturu nə idi? T bərabərdir kök altında 2H bölünsün J idi. Bərabərdir. İndi baxaq. Birinci 50 metr hündürlükdə olub yerdən. Baxın. 50 metr hündürlükdən buradan sərbəst düşür. İndi deyir yer səthindən 30 metr hündürlükdə olduqda düşür, gəlir məsələn bax burada olduqda artıq buradan yer səthindən 30 metr hündürlükdədir. Nə qədər yer dəyişmə eləyib? 50 çıxılsın 30. 20 metr yer dəyişmə eləyib. Gətirib yerinə yazacağıq. Bax kütlə nə qədərdir? 10, J-də 10-dur. Buranda edir 100. Vurulsun. 2 vurulsun. Nə qədər yer dəyişmə eləyib? 20 metr. J-də 10. Deməli, sıfırlar ixtisar getdi. 4. Kök altında 4'dür. Oradan da 2 çıxacaq. 100 vurulsun. 2 də bizə nəyi verəcək? 200 Newton vurulsun saniyəni verəcək. İndi baxaq 6-ya. Radiusu 1 metr olan çevrə üzrə bərabər sürətli hərəkət edən 5 kiloqram kütləli cismin impulsunun deməli 4/3 period ərzində dəyişməsi 5 kök altında 2-dir. Olarsa cismin nəticə qatma təcilini soruşun. Baxın 4/3 period 4/1 periodda impulsun dəyişməsi v kök altında 2-dir. Bu da 5 kök altında 2-yə bərabərdir. Kök altında 2-ləri ixtisar aparsaq, kütləni də bizə bir bax 5 kiloqram verib. Gələk yazaq yerinə 5v bərabərdir 5-ə. Buradan da v-ni tapırıq ki, sürətimiz nə qədərdir? 1 metr bölü saniyədir. Radiusu da verib, mərkəzi qaçma təcilini soruşur. Onda sürətlə radiusuna olan düsturun yazırıq. V kvadratı bölünsün r-ə. Deməli 1, 1-in kvadratı da 1, radiusu da 1. 1-i bir evdə böləndə alırıq 1 metr bölünsün saniyənin kvadratın. Cavab A variantı olacaq. Düz xətli hərəkət edən cismin impulsunun modulunun zamanın asılılığı təsvir olunubdur. Cismin təcilinin modulunun zamanın asılılığı məndən soruşur. Baxın, baxırıq ki, birinci saniyədə impuls 5'dir, ikinci saniyə 5'dir, üçüncü saniyə 5'dir, dördüncü saniyə 5'dir. Yəni impuls dəyişməyib. İmpulsla da sürət düz asılıdırlar. Onda sürət də dəyişməyəcək. Sürətin zamanın asılığı baxın bu şəkildə zaman keçdikcə dəyişməyəcək, düzdürmü? Və bu necə bir hərəkətdir? Bu düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkətdə V konstant, sonra impuls konstant və qüvvə ilə təcil isə 0-a bərabər olur. İndi biz təcilin 0 olduğu variantı seçməliyik, yəni B variantı. Düz xətli hərəkət edən cismin koordinatının zamanın asılılığı təsvir olunub. Bu hərəkətə uyğun cismin impulsunun proyeksiyasının zamanın asılılığını hansıdır? Baxaq. Başlanğıc anda koordinatda 0'dır. Deməli, zamanın 1-ci saniyəsində 4 olur, 2-də 8, 3-də 12. Onda biz buradan görürük ki, hər saniyə koordinat 4-4 dəyişir. Bərabər dəyişir. Deməli, koordinat da nəyə bərabərdir? Koordinat da nəyə bərabərdir? Vx t-yə. İncə qoyaq yerinə. Deməli, koordinat 4 olanda zamanın birinci anda koordinat 4 olur. Onda sürəti buradan tapırıq ki, nə qədər eləyir? 4 eləyir, düzdürmü? Deməli, bu da necə hərəkətdir? Görürsünüz, hər zaman anında koordinat eyni qədər dəyişir. Məsələn, 4-cü saniyədə olacaq 16. Yəni, burada sürət sabitdir. Sürətin sabit olduğu variantı götürməliyik. Bu da olacaq Y variantı. 9-a. Sükunət halından hərəkətə başlayan cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafiki verilibdir. Cismin impulsunun proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Baxın, cisim sükunət vəziyyətindən hərəkətə başlayır. Sükunətdən hərəkətə başlayırsa, yəni V0 0-dır da. Cisim yeyinləşir mütləq şəkildə. Yeyinləşir. İndi gəl baxaq. Bizə bilirik ki, cismin impulsunun dəyişməsi nəyə bərabərdir? Qüvvə impulsuna bərabərdir. Baxın, onda biz bu fiqurun sayəsini tapsaq, impulsun dəyişməsini tapacağıq da, düzdürmü? F-də bizə nəyi verir? Deməli, 2F, qüvvə 2F-dir, zaman T-dir. Gəlin bunu F-T-ni P ilə işarə eləyək, olacaq 2P. Düzdürmü? Başlanğıc anda impuls yoxdur. Yəni, P1 deyək də ona. P1 0-dır, P2 də 2P-yə bərabərdir. Onda baxın, bu şəkildə olacaq da qrafik. Px-in T-dən asılılığı bu şəkildə olacaq. Sükunət vəziyyətindən başlayacaq, müəyyən 2P qiymətinə qədər artacaq.
Sonra baxaq digərinə. Sonra bu qrafikə baxaq. Burada görürük ki, yenə artır, amma bir qədər az artacaq. Burada nə olacaq? Baxın, qüvvəmiz F-dir, zamanımız da T-dir. Onda F vurulsun T-ni biz F vur T-ni P ilə işarələdikdə, onda F vurulsun T olacaq elə P. Deməli 2P-dir, bir P qədər də artacaq. Biraz qrafikin başı aşağı olacaq da, dikliyi azalacaq. Olacaq nə qədər? 2P idi, P qədər artdı, oldu 3P. Ondan sonra baxaq. Sonra artıq mənfiyə düşür, görürsünüz? Mənfiyə düşür, deməli azalır. Deməli, qüvvə 3F-dir, zamanda 2T-nin 3T-nin arası, yəni T. Bu da olacaq 3P. Deməli, nə olacaq? 3P-dən başlayacaq 0-a qədər azalmağa. Tam yaxşı çəkmədim. Bir də göstərim. Baxın, bu grafikəni uzadaq. Deməli, 2P qədər artdı. Ondan sonra 3P-yə qədər artdı, sonra isə düşdü 0-a. Görək, bu qrafik harada verilib, bu da C variantında verilibdir. Gəlin, baxaq ona. Cismin impulsunun proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismə təsir əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılığı hansıdır? Baxın, biz bir dəfə törəmə alsaq impulsdan, qüvvəni tapacağıq. Zamana görə bir dəfə törəmə alsaq, nəyi tapacağıq? Qüvvəni tapacağıq. İndi baxaq. Görürük ki, P-nin T-dən asılığı düz xətdir. Onda ondan bir dəfə törəm alsaq nəyi verəcək bizə? Asılı değeri verəcək. Ona görə məsələn, bura bir T anı deyək, bura 2 T anı deyək də özümüz üçün. Deməli, birinci halda, bax, birinci halda nə olacaq? F-in T-dən asılığı asılı deyil olacaq. Artıq qrafikin ikinci halına baxın, yəni T ilə 2 T anına baxın. Burada diklik biraz azalıbdır. Diklik biraz azalıbdır, yəni impuls artır, amma bir qədər az artır. Onda qüvvə nə olacaq? Bir qədər az artmış olacaq. Bir qədər, əvvəlki nisbətən bir qədər aşağı. Bu da A variantında verilibdir. Cismin impulsunun proyeksiyasının zamanın asılılığı verilmişdir. Cismə təsir edən vəzifəci qüvvənin proyeksiyasının zamanın asılılığı hansıdır? Baxırıq, cismin impulsunun dəyişməsi bizə nə verirdi? Qüvvə impulsunu verirdi. Gəl baxaq. Başlanğıc son anda 20-dir, başlanğıcı mənfi 20-dir. 20 çıxılsa mənfi 20, düzdürmü? Bərabərdir. Zaman 5-dir. 5 F-ə. Olacaq 40 bərabərdir 5F. F də bərabərdir 8-ə. Başlanğıc halda impuls olacaq, daha doğrusu qüvvə olacaq 8. Və P-nin T-dən asılılığı görürsə düz mütənasibdirsə, deməli F-in T-dən asılılığı sabit olacaq. Deməli, çıxdaş eləsək, B getdi, C getdi. İndi baxaq digər zaman anına. Digər zaman anında isə 5 ilə 10 zaman anında, bu 5-in sayından 10 saniyə qədərki zaman anında impuls elə 20-də qalıbdır. İmpuls dəyişməyib. İmpuls da dəyişmirsə, sürət də dəyişmir. P də, V də sabit qalırsa, onda A da, F də nə olacaq? 0 olacaq. Bu da harada verilib? D variantında verilibdir. Deməli, şaquli yuxarı atılmış cismin impulsunun modunun zamandan asılı qrafiki. Deməli, cisim şaquli yuxarıya doğru atılırsa, yavaş-yavaş hərəkət eləyir. Çünki aşağıya doğru bir mc ağırlığı onu dartır. Sonra qalxır maksimal hündürlüyə. Burada artıq son sürət 0 olursa, aşağıya doğru sərbəst düşmə hərəkət eləyir. Və sürət də aşağı olur mc istiqamətində. Ona görə də yeniləşən hərəkət eləyir. Ona görə birinci yavaşlayacaq, sonra isə yeniləşəcək, yəni B variantı olacaq. Düzxətli hərəkət edən 3 kiloqram kütləli cismin təcilinin proyeksiyasının zamanın asılılığı şəkildəki kimidir. Cismin impulsunun dəyişməsinin modulunu hesablayın. Deməli, kütləni verib bizə 3 kiloqramdır. Təcilin də və onu da qeyd edilib ki, başlanğıc sürət yoxdur. V bərabərdir V0 plus AT-dən sürət düsturuna. V0 0-dır, onda V nəyə bərabərdir? AT-yə. Gəlin, baxın, bu qrafikdən görürsünüz ki, trapesiyadır da. Trapesiyadır. Bu trapesiyanın sayəsini tapaq, tez sürəti tapaq buradan. Deməli, böyük oturacaq 5-dir, kiçik oturacaq 3-dür. Bölür 2-yə, vururuq hündürlüyə. 8 bölünsün 2, 4, 4 də 5-ə vuranda olacaq 20. Mən sürətimi tapdım. İndi məndən impulsu soruşur. Impuls da MV-dir də. Kütləmi 3 verib, sürəti də tapdım. Deməli, bir də onu deyir ki, cismin impulsunun dəyişməsini soruşur məndən daha doğrusu. Başlanğıc halda, bax, sürət yoxdur da. Başlanğıc halda ona görə mənim impulsum 0 olacaq.
Ha, bu ikinci halda isə artıq MV-dir. Olacaq 60. İmpulsun dəyişməsini də tapanda nə edirdik? P2 çıxılsın, P1 yazırdıq da. 60-dan 0 çıxanda deyil, 60 qalacaq. Deməli, eyni istiqamətdə hərəkət edən iki cismin qeyri-elastik toqquşmadan sonraki sürətini hesablayın. Baxın, onda Vson sürəti necə tapırdıq? Vson sürəti necə tapırdıq? Sistemin deməli, impulsunu bölürdük, deməli, kütləyə, sistemin kütləsinə. İndi gəl baxaq. X ox istiqamətdədir də görürsünüz. Hər ikisi X oxu özümüz üçün qəbul elədik ki, X oxu budur. Onda X oxu istiqamətdə hərəkət eləyəcək. Onda sistemin impulsu birinci M1 V1, yəni 2 vurulsun 10, 20. Üstə gələ M2 V2, 15. Sistemin kütləsi də 2, 3 cəmi nə qədər elədi? 5. Oldu 35 bölü 5, 7. Cavab oldu Y variantı. 3 kilogram kütləli cisim 6 metr bölü saniyə sürətlə hərəkət edərək qarşıdan gələn M2 bərabərdir 1 kilogram kütləli və sürəti 12 metr bölü saniyə olan cisimlə qeyri-elastik toqquşur. Toqquşmadan sonra hansı sürətlə hərəkət edirlər? Gəlin X oxunu özümüz üçün buradan qəbul edək. Yəni onda Vson sürəti necə tapırdıq? Sistemin kütləsi, impulsunu daha doğrusu bölürdük sistemin kütləsinə. Sistemin kütləsi deməli 3 kiloqramdan 1 kiloqram qeyri-elastik toqquşur. Yəni birləşirlər də 4 olacaq. İndi baxaq. Birinci X ox istiqamətdə hərəkət edir. M1 V1, yəni 3 vurulsun 6, 18. Digərisi X oxun əksi istiqamətdə hərəkət edir. Deməli, kütlə 1, sürətdə 12. Nə qədər olacaq? Deməli, 6 bölü 4-dən oldu 1,5. Və hansı istiqamətdə hərəkət edəcək? Başlanğıc halda hansının sürəti böyükdürsə, o istiqamətdə hərəkət edəcək. Başlanğıc halda ikinci cismin sürəti daha böyükdür. O da X oxun əksi istiqamətdə hərəkət edir. Ona görə də 1,5 metr bölü saniyə V2 istiqamətində olacaq. Deməli, düz xətli, bərabər təcilli hərəkət edən cismin koordinatının zamanla asılıq qrafiki verilibdir. Hansı zaman intervalında cismin impulsu və ona təsir edən qüvvə əks istiqamətdədir. P ilə V, daha doğrusu P ilə F əks istiqamətdədirsə, deməli cisim neyinir? Yavaşıyır. Biz yavaşayan hərəkət üçün impulsun zamandan asılılığını tapmalıyıq. Baxın, 0T anında bunu sıfıra sürüşdürsək, yeniləşən hərəkətdir. T1, T2 anında isə, baxın, sıfıra sürüşdürsək, belədir. Görürsünüz, T oxunu sanki qucaqlamağa gəlir. Onda yavaşayan hərəkət eləyəcək. T2, T3 anında da sıfıra sürüşdürsək, baxın, görürsünüz, T oxundan uzaqlaşır, yeniləşən hərəkət edir. Onun görə də T1, T2 anı olacaq. Yalnız T1 və T2 anı. Üfüqi istiqamətdə hərəkət edərək divarla toqquşan 3 kiloqram kütləli cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafiki verilibdir. Cismin impulsunun dəyişməsinin məndən soruşur. Gəlin hesablayaq. Baxın, 4 metr bölü saniyə sürətlə gəlir, divarla toqquşur və 2 metr bölü saniyə sürətlə hərəkət etməyə başlayır. Burada mənfi 2 o deməkdir ki, yəni biz özümüz üçün şərti qəbul edirik ki, birinci halda bu X oxu budur. Artıq divara dəyəndən sonra əks istiqamətdə hərəkət edirdi. X oxunun əksi, ona görə də mənfi olacaq. Onda impulsun dəyişməsini tapanda P2 çıxılsın, P1 yazmalıyam da. İndi baxaq, birinci halda impulsumuz nə qədərdir? 3, kütlə 3-dür, sürət 4-dür, yəni 12. İkinci halda isə 3 vurulsun ki 6-dır. Yəni ikinci halda mənfi 6-dır da, X oxunun əksi istiqamətdə çıxılsın 12. Cavab necə eləyəcək? Mənfi 18. Məndən də modulun soruşduğuna görə müsbət götürəcəm. D variantı olacaq. Düzxətli hərəkət edən cismin impulsunun proyeksiyasının, deməli, proyeksiyasının zamandan asılığı qrafiki təsvir olunmuşdur. Cismə təsirdən əvəzləyici qüvvəni hesabla. Biz bilirik ki, cismin impulsunun dəyişməsinin zamana nisbəti mənə nəyi verir? Qüvvəni verir. İndi baxaq. Deməli, mən, baxın, bu P-x'i zamana bölməklə F-i tapacam. Baxın. Deməli, bax bu qarşıdakı kateti bitişik katetə böləndə, yəni sinus 30 dərəcəni bölməliyəm kosinus 30 dərəcəyə. Yəni Px bölünsün T nəyə bərabərdir? Sinus 30 bölü kosinus 30. Bu da mənə nəyi verir? Tangens 30 dərəcəni. Deməli, tangens 30 dərəcədə elə F qüvvəyə bərabərdir. Gəlin yazaq. Sinus 30-da 2-də 1. Kosinus 30-da kök altında 3 bölünsün 2, 2 də qalxır yuxarı, ixtisar gedəcək, yazmıram. Qalacaq elə 1 bölünsün kök altında 3 Newton. Deməli, mən bu tangensi tapdım, o tangensi elə mənim F qüvvəmə bərabər olur da. Onun üçün cavab olur C variantı.
Şaqili aşağı atılmış 2 kiloqram kütləli cismin impulsunun modulunun zamanla asılılıq qrafiki verilibdir. Başlanğıc sürətini hesablayın. Gəlin hesablayaq. Qrafikdən impulsun dəyişməsini yaza bilərəm də. İmpulsun dəyişməsi 120 çıxılsın P0 bölünsün zaman. Biz bilirik ki, cismin impulsunun dəyişməsinin zamana nisbəti qüvvəni verir də. Bölünsün zaman bərabərdir. Bu cismə ancaq aşağı atılıb deyə ancaq ağırlıq qüvvəsi təsir edir də. Yəni F-in yerinə MC yaza bilərəm. Onda yazırıq 120 çıx P0 bölü 4. Ağırlıq qüvvəsi də kütlə 2 idi. J oranı da 20-dir. Onda 120 çıxılsın P0 bərabər olur 80-ə. Deməli, P0 nəyə bərabərdir? 40-a. Mən impulsumu tapdım, amma məndən sürət soruşur. P də MV-dir. Daha doğrusu P0 MV0-dır. Buradan da V0-ı tapanda P0-ı M-ə bölürəm. Yəni 40-ı bölürəm 2-yə olur 20. Yəni B variantı olacaq. Kütləsi 3 kiloqram olan kürəcik 20 metr bölü saniyə sürətlə hərəkət edərək üfüqi hamar müstəvi ilə elastiki toqquşur. Deməli, kürəcin impulsunun dəyişməsinin modulu. Baxın, toqquşduqdan sonra gəlir bu vəziyyətə də. Gəlin, onda bu sürəti proyeksiyaya ayıraq. En yaxşısı. Bura 30-dursa, burada 30 olacaq. Onda bura olacaq V kosinus alfa. Digər olacaq V sinus alfa. Bax, eyni qayda ilə. Bu burada 30-dur da. Deməli, proyeksiyaya ayırsam sürətimi, düzdürmü? Onda bura 30-dursa, burada 30 olacaq. Bura olacaq V kosinus alfa. Digər olacaq V sinus alfa. Onda PY-i tapsaq. Deməli, olacaq P2 çıxılsın P1. Baxın, X oxun bu istiqamətdə qəbul etsək, ikisi də müsbətdir. Baxın, bax, V sinus alfalar görürsünüz, ikisi də eyni istiqamətdir. Ona görə çıxanda qalacaq 0. Ancaq PX-lər PX-i tapsaq. PX-i tapsaq. Baxın, bu istiqamətdə Y oxun qəbul etsək. Deməli, başlanğıc Y oxun əksi istiqamətdədir. Baxın, bu bura. Digər isə Y oxu istiqamətdədir. Ona görə də P2 çıxılsın P1-dən yazıram. V kosinus alfa çıxılsın, digərisi Y oxun əksidir. Çıxılsın mənfi V kosinus alfa. Bu da burada pluslaşacaqda olacaq 2V kosinus alfaya. Düzdürmü? Bax, bunu tapdıq. Məndən sonraki impulsu soruşur. M də var, M yazmamışam. MV. 2MV kosinus alfa. Gəlin, indi qoyaq yerinə. Olacaq 2 vurulsun. Kütlə nə qədər idi? 3. Kosinus 30-da da deməli alır. Kök altında 3 bölünsün 2. İxtisar getdi. 2-lər nə qaldı? Sürəti yazmadım axı. Deməli 2 vurulsun 3 vurulsun kütləni yazmışam. Amma sürəti yazmamışam. Burada vurulsun 1-2 var. 2-lər ixtisar getdi nə qaldı? 6 kökdə 3 qaldı. Cavab oldu B variantı. Başlanğıc sürəti 10 metr bölü saniyə olan, kütləsi 3 kiloqram olan cismə təsir edən əvəzlədici qüvvənin proyeksiyasının zamanın asılılıq qrafiki şəkilləri kimidir. 6-cı saniyənin sonunda cismin impulsu nə qədərdir? Gəl baxaq. Baxın, 4-cü saniyənin 6-cı saniyəyə baxın, qüvvə dəyişməyib. Daha doğrusu 0-dır. Qüvvə 0-dırsa, deməli sürət dəyişməyibdir. Ona görə də mən elə 4-cü saniyəyə qədər zaman anındakı, bax bu, impulsu tapsam, onsuz da 4-cü saniyədən 6-cı saniyəyə qədər də qüvvə 0 olduğuna görə də, yəni impuls dəyişməyəcək. Düzdürmü? Bax, başlanğıc anda mənim gəlin impulsumu tapın. P0 nəyə bərabərdir? MV0-a. Deməli, 3 vurulsun 10, eləyəcək 30. Sonra artıq başlanğıc anda 30-dur. 2 saniyə keçəndən sonra bu fiqurun sayəsini tapmalıyam da mən. Olacaq 20. 30 idi, üstünə gəldik 20-ni, oldu nə qədər? 50. Artıq
növbəti 2 saniyə keçəndən sonra, yəni baxın bu 2-ci saniyə, 4-cü saniyə zamanında görürsüz qüvvə olur mənfi. Ona görə çıxmalıyam. Yəni 50-dən çıxıram. Deməli 20-ni. Deməli qüvvə mənfi 10-dur. Zamanda 2-ci saniyədən 4-cü saniyəyə qədər 2 saniyə keçib də olacaq 30. Deməli 4-cü saniyənin sonunda impulsum 30-dur. 4-cü saniyədən 6-cı saniyəyə qədər də mənim deməli qüvvəm 0 olduğuna görə impulsum dəyişmir. Belə 30-da qalıb. Baxaq 22-yə. Yenə bayaqki kimidir. Biz burada yəni yuxarıda izah etdiyim kimi onda olacaq. Px nəyə bərabər olacaq? 2mv delta. 2mv kosinus alfa. Gəl qoyaq yerinə. 2 vurulsun. Kütləm impulsu verib mənə. Aha, ehtiyac yoxdur. 2 vurulsun. mv ilə impulsu da 60. Kosinus 60 dərəcədə də alır 2-də 1. 2-lər ixtisar edir, qalır 60. Cavab olur C variantı. Cismin impulsunun proyeksiyasının zamanla asılılıq qrafiki verilib. Grafikin göstərilən hissələrində cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyaları. Baxın, 2-ci saniyə ilə 4-cü saniyə zaman alanda impuls dəyişməyib. İmpuls dəyişməyibsə orada qüvvə yaranmayıbdır. Ona görə P2x 0 verməlidir. İndi baxaq birinci ilk 2 saniyə zaman anında nə olubdur? Deməli, qüvvəni tapanda. Deməli, impulsu bölməliyik zamanakı qüvvəni tapaq da. Yəni 20 bölünsün 2-dən olacaq 10. Müsbət 10. Deməli, 2-ci saniyədən 4-cü saniyəyə qədər 0, artıq 4-cü saniyədən 6-cı saniyəyə qədər isə olacaq mənfi 10. Çünki məndən impulsun dəyişməsini soruşur da, P çıx P0-ı. Baxın, son impuls 6-cı saniyədə artıq 0-dır. Başlanğıc impuls nə qədərdir? 20-dir. Olacaq mənfi 20. İmpulsun dəyişməsini tapdıq. İmpulsun dəyişməsini tapdıq. Mənfi 20. İmpulsun dəyişməsini də zamana bölürük. 2-ci saniyədən 6-cı saniyəyə qədər 2 saniyə keçib. Olur mənfi 10. Deməli, cavab olacaq D variantı. Verilmiş kütləli cismin impulsunun sürətdən asılılıq diaqramı verilmişdir. Kinetik enerjinin azalan sırayla yazın. Baxın, impulsuna sürətlə kinetik enerjinin belə bir düsturu var. PV bölünsün 2-yə. İndi baxaq. Kinetik enerji P ilə V ilə də düzdür. Gəl birinci azalan sırayla yazın deyir. Ona görə ən böyük qiymətindən başlayaq. Deməli, YK-nın ən böyük qiyməti üçün P-nin də, V-nin də ən böyük qiyməti olmalıdır. Baxın, P-nin ən böyüyü budur, V-nin ən böyüyü budur. Kəsişdirəndə ən böyük hansındadır? İkincidədir. Deməli, 2 ən böyükdür. Ondan sonra baxaq. 2 ən böyükdür. Sonra birinci ən kiçikdir. Çünki P-nin də, V-nin də ən kiçikləridir. Görürsünüz, 1-də kəsişirlər. 1-də kəsişirlər. Ona görə 1 ən kiçikdir. 3-ə baxsaq isə 3-də P ən kiçikdir. Amma V ən böyükdür. Ona görə də ortada bu olacaq. 2, 3 və 1.